Allah buyurur ki, bağışlamağı bacar, insanları yaxşı işlərə dəvət elə və cahil insanlardan, nadan insanlardan üz çevir. Amma İmam Hüseyn əleyhissalam elə bir sistem qurdu ki, elə planlaşdırdı ki, bu Kərbəla hadisəsi baş verdi və böyük bir təkan oldu İslamın daha da genişlənməsində. Ola bilməz İmam Hüseyn əleyhissalam bunun bu xidmətin əvəzsiz qoysun. Bu xidməti əvəzsiz qala bilməz. Salam ola o çuxur yerdə xəstə can ağama. Meydanın aslanı olublar bunlar. Hamı bunların qarşısında qaçıb. Amma o yer bir yerdir ki, orada gərək təvazu göstərəsən, orada gərək məhəbbət göstərib insanı hidayət eləyəsən. İnna hazal Qur'ana yahdi lillati. İmam Hüseyn əleyhissalamın məşhur bir sözü var, deyir ki, ölüm mənim üçün zillət paltarı geyməkdən daha üstündür. Öpərəm Kərbəla torpağını, deyərəm şah şəhidandır ağam, aləmin dərdinə dərmandır ağam. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban, uca Allahın adı ilə. Allahın salavat-ı səlamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Allahın salamı olsun əziz izləyicilər sizlərə. Natiq-i Quran verilişində yenə sizin xidmətinizdəyik. İnşallah Allahın izni ilə çalışacağıq bu verilişdə də lazımlı, dəyərli mövzularla sizin xidmətinizdə olaq və qonaqlarımız da sizlərə öz sözləri ilə və xidmətləri ilə töhfə verəcəklər. Təbii ki, mövzumuz Həzrəti İmam Hüseyn əleyhissalamın Qur'anla bağlılığı. İmam Hüseyn əleyhissalam bir şəxsiyyətdir ki, Qur'an ailəsində dünyaya göz açıb, Qur'an nazil olan evdə göz açıb və Qur'an səsi ilə böyüyüb. Qur'anın bütün sahələrinə yiyələnən bir şəxsiyyət olub. O zaman ki, İmam Hüseyn əleyhissalam Mədinədən çıxıb Məkkəyə və Məkkədən çıxıb Kufəyə yola düşəndə, bəzi mənzillərdə bəzi insanlarla ki, həmsöhbət olub, Qur'an ayələri tilavət edib və o Qur'an ayələrin xüsusi məsələlər üçün insanlara xüsusi bir mesaj vermək üçün İmam Hüseyn əleyhissalam tilavət edib. Təbii ki, bu günləri bizim vəzifəmiz də o mesajlardan özümüzə nəticələr çıxartmaqdır. İnşallah Allahın izni ilə bu gün də o maraqlı mövzuları sizlərin diqqətinizə çatdıracağıq. İmam Zeynulabidin əleyhissalam buyurur, Tasua günü, Aşura axşamı İmam Hüseyn əleyhissalam öz səhabələrini topladı və onlara buyurdu, Allaha həmdü səna olsun ki, Allah bizi seçilmişlərdən qərar verib, Allah bizi Qur'ana bağlı şəxslərdən qərar verib. O da İmam Hüseyn əleyhissalam sözünün bütün sahələrində Qur'ana bağlılığın göstərib. Və mən inşallah istəyirəm ilk öncə qonaqlarımızı sizə təqdim eləyim. Onlar da salamlaşsınlar və sonra mövzumuza davam eləyək. İlk öncə bizim qonağımız Hacı Şamal bizim qonağımızdır. Hacı Şamal hamı Allaha min şükür tanıyır. Azərbaycanımızda Qur'an sahəsində Qur'an müəllimidir və Qur'an sahəsində nailiyyəti olan şəxsdir ki, biz də istədik sizə təqdim eləyək. Hacı, xoş gəlmisiniz. İstərdim inşallah əziz izləyicilərimizlə salamlaşasınız. Təşəkkür edirəm, mən də sizi salamlayıram. Dəyərli
qardaşımızı salamlayıram və izləyicilərimizi salamlayıram. Allah inşallah verilişinizdə xeyirli, bərəkətli eləsin. İlhamın. Çox sağ olun hacı. Növbəti qonağımız Əhlibeyt məddahı Sadiq Siracıdır. O da xoş gəlmisiniz. Allah köməyiniz olsun. Daima Quran və Əhlibeyt yolunun xidmətçisi olasınız. İstərdim siz də əziz izləyicilərimizlə salamlaşasınız. Selamun aleyküm, salamlayıram. Mən də öz növbəmdə öz təşəkkürümü bildirirəm sizlərə ki, sahib dəvət eləmişsiniz. Allah Allah köməyiniz sizlərdən razı olsun. Bu ərsədə işdə əziyyəti keçən bütün qardaşlara öz təşəkkürümü bildirirəm. Kamera arxasında olan qardaşlarıma, əziyyətli olan qardaşlara təşəkkürümü bildirirəm. Allah sizlərdən də razı olsun. Sağ olasın. Siz də sağ olun. Əuzu billahi minəşşeytanirracim. Əm hasibtə ənə əshabəl kəhfi vər-rəqimi kənu min ayətinə əcəbə. İmam Hüseyin əleyhissalamın mübarək yaralı başı neyzədə oxuduğu ayə idi. Mən sizlərə tilavət etdim. Kəhf surəsinin 9-cu ayəsi təbii ki, bu ayənin də özünün insanlara çatdıracaq nöqtələri var. Mən ilk öncə istərdim Hacı Kamal, əziz Quran qarisi, Quran ustadı, Quran müəllimi, Quran ayəsi tilavət eləsin və Quran tilavəti ilə verilişimizi başlayaq. Ya Allah Hacı, hardan tilavət edəcəksiniz, qeyd eləyərdiniz. İnşallah İsra surəsi 9-cu ayədən. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnne hâzel Kur'âne yehdi lilleti hiye aqwamu ve yubeşşirul mu'minin. ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا كبيرا. وأن الذين لا يؤمنون بالآخرة أعتدنا لهم عذابا أليما. ويدعو الإنسان بالشر دعاءه بالخير وكان الإنسان عجولا. وجعلنا الليل والنهار آيتين وجعلنا الليل والنهار آيتين فمحونا آية الليل وجعلنا آية النهار مبصرة
مبصرة لتبتغوا فضلا من ربكم ولتعلموا عدد السنين والحساب وكل شيء فصلناه تفصيلا وكل إنسان ألزمناه طائره في عنقه ونخرج له يوم القيامة كتابا يلقاه منشورا اقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا من اهتدى فإنما يهتدي لنفسه ومن ضل فإنما يضل عليها ولا تزر وازرة وزر أخرى وما كنا معذبين حتى نبعث رسولا صدق الله العلي العظيم. Allahumma salli ala Muhammed və ali Muhammed. Çox sağ olun hacı. Allah köməyiniz olsun. Allah Doğrudan qəbul çox etsin. gözəl bir tilavət idi. Allah inşallah daima Quran, Əhl-i-Beyt yolunda sizi müvəffəq eləsin inşallah. Allahım inşallah. Həzrəti İmam Hüseyin əleyhissalam həyatının bütün sahələrində insanlara Quran-ı Kərimin ayələrin canlı şəkildə həm təfsir edər və həm də ona əməl etməyi insanlara göstərərdi ki, Qurana əməl etmək hər bir şəxsin vəzifəsidir. Bir gün Həzrəti İmam Hüseyin əleyhissalam yolla keçir, bir neçə kasıb insan süfrə səriblər, quru çörək qarşılarında, xurma ilə istəyirlər çörək yeyərlər. Təbii ki, hamının arzusudur imamla bir süfrədə otursun, çörək yesin. Dəvət edirlər, ya Hüseyin, bizi ilə həm süfrə olarsan, deyir İmam Hüseyin əleyhissalam. Bu bəzi adamlar var ki, deyir ki, biz xanla bəylə oturub çörək yemirik, amma İmam Hüseyin əleyhissalam o cür fikirləşmədi. Gəldi, dizin qatladı, oturdu onlarla çörək yedi və bu ayəni oxudu. İnnəllah lə yuhibbul müstəkbirin. Allah təkəbbür edənləri sevmir. Yəni, mən Quranın ayəsindən kənara çıxa bilmərəm. Mənim vəzifəm Quran ayələrinə əməl eləməkdir. Onlarla oturur, o quru çörəyə qonaq olur və sonradan onları öz evinə dəvət edir. Deyir, indi mən istəyirəm siz də mənim qonağım olasınız. İlahi, xilqəti dünyada himmət eyləmisən. Yeri göyü yədi qüdrətlə sənət eyləmisən. Nücumi, ay günü
əflakə zinət eyləmisən. Əgər ki kun fəyəkunə işarət eyləmisən, Hüseyni xəlq eləməkdə qiyamət eyləmisən. Doğrudan İmam Hüseyin əleyhissalamın varlığı möhtəşəm bir varlıq. Hər sahədə, insanlarla rəftarında, Quranın tətbiqində. İstərdim əziz qonağımız, məddahımız inşallah Əhl-i Beytdən bir nəsə bir mərsiyəmi inşallah töhfə versin və söhbətimizə davam eləyək. İnşallah nəsə bir töhfə var oldu yəqin ki. Bəli, var. Təşəkkür edirəm söz verdiyinizə görə. Allah sizdən razı olsun. Kərbəla qibləyi eşqimdir mənim. Kərbəla qibləyi eşqimdir mənim. Ürəyim dəftərim eşqimdir mənim. Yazaram ruhimə reyhandır ağam. Aləmin dərdinə dərmandır ağam. Aləmin dərdinə dərmandır ağam. Bu Hüseyn zikri şərafətdir mənə. Bu Hüseyn zikri şərafətdir mənə. Dil açanda anamı irətdir mənəm. Bu qara köynəyim izzətdir mənəm. Mən gədayəm, mənə sultandır ağam. Aləmin dərdinə dərmandır ağam. Aləmin dərdinə dərmandır ağam. Mən gədayəm, mənə sultandır ağam. Aləmin dərdinə dərmandır ağam. Aləmin dərdinə dərmandır ağam. Demərəm məqsədimə yetməmişəm. Demərəm məqsədimə yetməmişəm. Vacibat əmrini tərk etməmişəm. Mən ki ayrı qapıya getməmişəm. Ağacan, mən ki ayrı qapıya getməmişəm. Bilirəm natiqi Qur'andır ağam. Bilirəm natiqi Qur'andır ağam. Aləmin dərdinə dərmandır ağam. Aləmin dərdinə dərmandır ağam. Gözümə çəkmə behiştin bağını. Min bağa verməm onun dırnağını. Öpərəm Kərbəla torpağını. Öpərəm Kərbəla torpağını. Deyərəm şah-ı şəhidandır ağam. Aləmin dərdinə dərmandır ağam. Mən gədayəm, mənə sultandır ağam. Aləmin dərdinə dərmandır ağam. Aləmin dərdinə dərmandır ağam. Bizlərin də dərdimizə dərmandır. Amin inşallah. Allah sizdən razı olsun. Allah Çox sağ olun. Maşallah. Allah razı olsun Allah inşallah. razı olsun. Allah ömrü üzrə, nəfəs üzrə bərəkət Allah versin sizdən razı olsun. inşallah. İnşallah. Daima Quran-ı Əhl-i Beyt xidmətində İlahi olasınız amin. inşallah. Təşəkkür. Allah bizi bir anda olsa onların elə deyək də vilayətin, eşqlərin qəlbimizdən Amin. çıxartmasın inşallah. İnşallah. Çox təşəkkür edirəm. Minnətdaram. Bir gün Həzrəti Seyyid-i Şühəda əleyhissalam
Mədinədə dolanarkən bir nəfər İmam Hüseyn əleyhissalamı tanıyır. Soruşur, Əbu Turabın oğlu sənsən? Deyir, mənəm. Tanıyandan sonra ki, İmam Hüseyndir, başlayır nalayiq sözlər deməyə. Bəzən doğrudan da belədir. Bəzi insanlara insan baxanda görürsən ki, azğınlıq yolundadır, adamın ürəyi ağrıyır. Biz ki, yəni imamla müqayisə olunacaq dərəcədə döyürük. O bir nəfər gözəl bir söz işlətdi hacı. Deyir ki, biz Allahın dinindən bir neçə kitabı oxumuşuq. Bəzən bizə bir də görürsən ki, ruhani deyərək müraciət eləyirlər. Dinşünas deyirlər, ilahiyyatçı deyirlər. Amma indi bu kitab ki, bunların evinə nazil olub, bunlar bütöv kitabı bilirlər. Hətta Quranda var ki, elmün minəl kitab və yaxud kitabın hamısı da belə bir mövzu var ki, insan onlar necə rəftar eləyərlər, biz necə. Bəzən deyirsən, bir insan günah içərisində öyrənəndə adam istəyirsən ki, heyifdir, yazıqdır, nə üçün bu günahın içərisində batsın, geçsin. İmamlar ki, doğrudan Allahın yer üzündə onlar nümayəndəsidir, onlar Allahın vəliləridir. Deyir, buna baxdı belə mehribançılıqla, elə bil o yazığı gəlmiş adam kimi ki, bu məhv olur, gedir. İmam Hüseyn əleyhissalam deyir, dedi, qonaqsan burada, apardı evinə, ona məhəbbətin göstərdi. Amma güc baxımından əgər biz müqayisə eləsək, İmam Hüseyn əleyhissalam belə deyək də, meydanın aslanı olublar bunlar. Hamı bunların qarşısında qaçıb. Amma o yer bir yerdir ki, orada gərək təvazu göstərəsən, orada gərək məhəbbət göstərib insanı hidayət eləyəsən. Deyir, İmam Hüseyn əleyhissalam Quran ayəsi oxudu. Buyurdu, Xuzil əf və əmur bil məruf və əriz ənil cahilin. Allah buyurur ki, bağışlamağı bacar, insanları yaxşı işlərə dəvət elə və cahil insanlardan, nadan insanlardan üz çevir. Bəli, əziz bizim qonağımız Hacı Kamal, mən istərdim sizə belə bir sual ünvanlayayım ki, İmam Hüseyn əleyhissalam təbii ki, o verilişimizin əvvəlində də qeyd elədik. Bütün o məkanlardakı dayanıb kimlərlə ki, həm söhbət olub, hər bir yerdə xüsusi bir ayələr oxuyub və o ayələrin özünün bir ismarıcı var, nöqtələr var orada bizlərə çatdırılmalı. O məsələlərdən biri də İmam Hüseyn əleyhissalam Məkkəyə çatanda tilavət elədiyi bir ayə idi. Mədinədən çıxanda ayrı bir ayə tilavət eləmişdi. Məkkəyə çatanda başqa bir ayə tilavət etmişdi və təbii ki, o ayə ilə istəyirdi həm həmən dövrdə o İmam Hüseyn əleyhissalamın yanında olanlara və həm də sonraki nəsillərə nəsə çatdırsın ki, yəni mənim bu yola çıxmağımın məqsədi nədir və mən nə üçün bu yoldayam. İstərdim inşallah bu əsasda bir fikrinizi bildirəsiniz. Bismillahirrahmanirrahim. Əlbəttə ki, Əhl-i Beyt əleyhissalam hər bir işlərini Allahın ayələrindən dəlil gətirməklə yerinə yetiriblər və belə bir məsələ var ki, hədis deyəndə o qədər də etibar eləmirlər ki, misal üçün bu hədis yalan ola bilər, düz ola bilər. Amma ayə deyəndə artıq dayanırlar. İmam Hüseyn əleyhissalam da bütün o hərəkatında, o Mədinədən Məkkəyə, Məkkədən də Kufə istiqamətinə yola düşdükdə o mənzillərdə ki, siz demiş, dayanırdı, kimlərləsə görüşürdü və ayələrə istinad edirdi. Hamısında ayələrdə istinad. Çünki ayə Allahın kitabıdır və möhkəm bir kitabdır. Allah Teala Kəhf surəsində buyurur ki, Ləm nəcəalləhu ivəcən qəyyimən. Bu əyrilik yoxdur Quranda, bir nasazlıq yoxdur, əksinə möhkəm kitabdır. Bu cəhətdən İmam Hüseyn əleyhissalam xüsusən Qur'an-ı Kərimə çox istinad edib və Mədinədən ki, Vəlid ibn Tübə və Mərvanla söhbətindən sonra babası Peyğəmbərin məzarını ziyarət edir və Məkkədən çıxmaq qərarına gəlir
və Qəsəs surəsi 21-ci ayəni oxuyur ki, fəxarəcə minha xaifən yətərəqqab. Ki, bu ayələr Həzrəti Musa əleyhissalam barəsindədir. Həzrəti Musa əleyhissalam Fironun adamlarından birini öldürmüşdü. Onun da yoldaşı onu biraz qorxutdu ki, səni tutacaqlar, səni də öldürəcəklər. Musa əleyhissalam ayə buyurur ki, fəxarəcə minha xaifən yətərəqqab. Musa əleyhissalam bu işdən narahat oldu və Misiri tərk elədi. İmam Hüseyn əleyhissalam da elə. Bəli, Yəni, İmam bu Hüseyn cür, əleyhissalam da o cür Görür ki, orada elədi. onu terror eləyəcəklər. Bəli, onu Və belə də İmam Hüseyn əleyhissalam sizcə hacı canının qorxusundan ya missiyasının yarımçılıq qalmasından? təbii ki, bunlar canlarından qorxmayıblar Hə. heç zaman. Hər zaman bayaq siz dediniz, bunların qarşısında dayanan olmayıb. Belə Vəlidin sarayında da, Mədinədə, valinin sarayında da onlar əksinə bunlardan qorxdular. Bəli. Yəni bunlar canlarından qorxmayıblar. İmam Hüseyn əleyhissalam bu hərəkatı planlı şəkildə həyata keçirirdi və biz onun bütün hərəkatına baxsaq görürük ki, necə dəqiqliklə yerinə yetirib ki, əgər Mədinədə İmam Hüseyn əleyhissalamı qətlə yetirsəydilər və yaxud Məkkədə qətlə yetirsəydilər, o zaman bu Kərbəla hadisəsi bu qədər qlobal olmayacaqdı və yaxud bizə gəlib elə sadə, misal üçün, digər terror kimi elə təqdim olunacaq. Qətl elədilər və yaxud da məsciddə şəhid elədilər və yaxud zəhərlədilər, şəhid elədilər, digər məsum imamlar kimi. Amma İmam Hüseyn əleyhissalam elə bir sistem qurdu ki, elə planlaşdırdı ki, bu Kərbəla hadisəsi baş verdi və böyük bir təkan oldu İslamın daha da genişlənməsində. Bu baxımdan İmam Hüseyn əleyhissalam təbii ki, bundan narahat idi ki, İslamın vəziyyəti çətinə düşəcək. Ona görə bu ayəyə istinad edir ki, fəxarəcə minha xaifən yətərəqqab. Yətərəqqabda bir xəbər ardıcan xəbər gələr. O mənasındadır ki, İmam Hüseyn əleyhissalam ki, Yezid kimi bir xəlifəyə üsyan elədi və oradan çıxdı. Onun cavabını rədd elədi, beyəti rədd elədi. Oradan çıxdı. Bu da təbii ki, bir narahatçılıq yaradır. Misal, xəlifəyə qarşı bu cür əks söz deyib və beyət eləməyib və gözləyirdi ki, görək bu hadisədən sonra nə hadisə gələcək və Mədinədən çıxdı və bunu da dedi ki, qalə Rabbi nəccini minəl qavmi zalimin. Ey Rəbbim, bu zalim qövmündən, necə ki Musa əleyhissalam buyurmuşdu, İmam Hüseyn əleyhissalam da buyurdu ki, zalim qövmündən mənə nicat ver və yaxud bizə nicat ver yanındakilarla bahəm. Nicat ver də Allah hər kəsə nicat verir. Misal üçün, biz Allahdan bütün işlərimizdə nicat istəyirik çətinlikdə. Amma bir tərəfdən də deyirik ki, ilahi bizim üçün nəyə xeyirli bilirsən, onu bizim üçün lütf elə, bəxş elə. Bilirsiniz, hacı, onlarla eyni bir mövqeydə qalmaq, belə deyək də, siz təsəvvür edin, İmam Hüseyn əleyhissalam əgər qalsaydı Mədinədə, yaxud onlarla bir həmfikir olsaydı, zülmə, zalimə boyun əymiş olacaq idi. Yəni, ilahi, məni nicat ver, bu mənada da ola bilər ki, ilahi, mən bu azğınlardan olmayayım, məni nicat ver. Şəhid olsam da, yəni, əsl məsələ odur ki, mən bu zalimlərdən olmayayım. Bəli. Yəni, bu anlamda ola bilər. Bəli. Təbii ki, beyət eləsəydi, Yezidin bütün işlərinə razı olmuş olurdu. Bəli. Bu da imamət məsələsinə ziddir, qəbahətdir. İmamlıq məsələsində də ziddi olduğuna görə İmam Hüseyn əleyhissalam buyurdu ki, mən elə bir ailədə böyümüşəm, elə bir evdə böyümüşəm ki, Allah Teala Əhzab surəsində də o əzinə ayəsi ki var, orada Allahın zikri ucalır, Bəli. Səhər, axşam olar Allah'a zikri. Bu belə bir evdir. Yezidin də haqqında danışdı ki, Yezid də nə cür insan olub, onun atası kimi olub, babası kimi olub, hansı nəsildəndirlər. Budur ki, yəni bu beyət məsələsi əmələ gəlməz. Yəni, mən duram Yezidə beyət eləyəm. Hətta İmam Hüseyn əleyhissalamın sözündə var, buyurur ki, Mənim kimisi onun kimisinə beyət eləməz. Yəni, mənim kimisi bilir ki, biz Quranla tərbiyə olmuşuq. Onlar isə haramla, qumar məclisləri ilə, içki məclisləri ilə, günahla tərbiyə olunmuş bir şeydir. Yəni, belə baxımdan da baxanda, rütbə baxımından da baxanda İmam Hüseyn əleyhissalam bir zirvə idi. O, belə deyək də, bugün olduğu kimi bir əsfələ safilin, bəli, çirkabın dibində olan
bir adam da demək adamın dili gəlmir, bir Varlıq. bəli, Məxluq idi. bir məxluq idi. Əhsən. Odur ki, İmam Hüseyn əleyhissalam mövqe qoydu ortalığa. Bəli. Yoxsa elə bil ki, İmam Hüseyn əleyhissalamın məşhur bir sözü var, deyir ki, ölüm mənim üçün zillət paltarı geyməkdən daha üstündür. Bəli. Hətta Kərbəlaya daxil olanda ilk xutbəsində də o cür demişdi ki, ölüm mənim üçün səadətdir belə bir zamanda ki, yaxşılığa əməl olunmur, batildən də çəkindirilmir. Belə bir zamanda möminə layiqdir ki, Allahın görüşünə tələssin. Yəni canı bahasına da başa gəlsə, bu vəziyyəti dəyişməyə çalışsın və ölüm səadətdir belə bir. Bir mənzillərdən birində ki, İmam Hüseyn əleyhissalam dayanmışdı. Bir nəfər gəldi, indi orada elə bil ki, İmam Hüseyn əleyhissalama ağıl verən kimi olur da, bəzən bir də görürsən ki, bir adamdır, dinlə heç bir əlaqəsi yoxdur və yaxud hər hansısa bir sahənin heç bir əlaqəsi yoxdur. Gəlib orada ağıllı danışır. İmam Hüseyn əleyhissalam orada gördü ki, bu İmam Hüseyn əleyhissalamı elə bil ki, nəsihət eləmək istəyir ki, getməklə Kərbəlaya filan olacaq. İmam Hüseyn əleyhissalam onu orada başa salmaq istəyirdi ki, mən bu çıxdığım yolu səndən yaxşı bilirəm. Hardan deyirdi, İmam Hüseyn əleyhissalam onu gördü, başa salamır, bir ayə tilavət elədi. Çox maraqlı bir ayədir ki, istərdim onun haqqında inşallah bir məlumat da verəsiniz. Bəli, həmin ayə Yunus surəsi 41-ci ayədir ki, Allah Teala buyurur, bunu Peyğəmbərə bir metod olaraq öyrətdi ki, Allah Teala o ki, küfr əhli, müşriklərə Peyğəmbər nə qədər təbliğ eləyirdi, onlar da qəbul eləmirdilər və yaxud onlar da Peyğəmbərə nəsə bir nəsihətamiz cavablar verirdilər. Allah Teala da buyurdu ki, onlara da ki, və in kəzzəbukə fəqul li əməli və ləkum əməlukum. Belə olan halda onlara deyilən ki, yaxşı, sizin əməliniz özünüzə qalsın, mənim də əməlim mənə qalsın. Əntum bəriunə mimma ə'məlu. Və siz mənim etdiklərimdən uzaqsınız. Və yaxud mənim bildiklərimdən uzaqsınız. Acığınız gəlir, bəli. Və ənə bəriun mimma tə'məlu. Mən də sizin elədiklərinizdən acığım gəlir. Bəli. Uzağam, acığım gəlir. İmam Hüseyn əleyhissalama da o ki, o şəxs nəsihət eləyirdi və nə qədər istəyirdi ki, İmam Hüseyn əleyhissalamı çəkindirsin bu işdən. İmam Hüseyn əleyhissalam da təbii ki, cavab verirdi ona və dolğun tutarlı cavablar verirdi. Nə qədər deyirdi, o da qəbul etmirdi. Nəticədə İmam Hüseyn əleyhissalam da bunu oxudu ki, yaxşı da qəbul eləmirsən, eləmə. Sən öz əməlin özünə, mən də öz əməlim özümə. Doğrudan bu hamı üçün bir örnəkdir. Hamı, yəni biz imamlarımızdan bu dərsi almalıyıq. Bəzən bir də görürsən ki, dinlə heç bir əlaqəsi olmayan adam gəlib dindən danışır və sənə istəyir dini öyrədər. Və yaxud bir adamdır, mənim özümün başıma gələn bir hadisə var. Deməli, bir dəfə məclisdə söhbət eləyirəm. Məclisdə söhbət eləyəndə elə oldu ki, bu həkim, yəni bu həkimlərdən mən ortalığa bir nümunə gətirəm. Elə mən deyəndə elə bil bunu ki istəyirdim deyəm, yerdə bir nəfər bu necə bu tibb bacısı olmur, tibb qardaşı da var da, bizən belə. Bir nəfər, yəni belə kişi var idi, təbii ki, o tibb bacısı əvəz edilən tibb qardaşı idi. Ona belə sual verəndə mən ki, belədir bu məsələ. O da başladı danışmaq. Sonradan gördüm ki, məclisdə həkim də var imiş. Mən o qədər narahatçılıq keçirdim ki, yəni o yüksək mərtəbənin sahibi olan adam qala-qala niyə gedib heç bir, yəni belə deyək də, az savadı olan adamdan soruşasan? Adam narahat olur. İndi siz təsəvvür eləyin ki, bəzən bir də görürsən ki, sənin hər dini savadın var, sənə ağıl verirlər. Biz bundan narahat oluruq. İndi siz təsəvvür eləyin ki, İmam Hüseyn əleyhissalam boyda bir şəxsiyyətə gəliblər, ağıl verirlər ki, yox, sən elədiyin bu şey düz deyir. Hətta nə qədər insan var idi. İmam Hüseyn əleyhissalamı, yəni boş yerə xarici adın qoymamışlar ki, dindən çıxmış, xuruc eləmiş adam. Çoxsu da elə ona görə gəlmişlər İmam Hüseyn əleyhissalama. Bəlkə yəni İmam Hüseyn
təbii ki, onları da göndərmişdilər ki, İmam Hüseyn əleyhissalam eynən o peyğəmbərin sözündə. Əslinə qalanda bu ayə mən belə düşünürəm ki, yəni bu deyir ki, insanlardan biz təbliğat fikrimizi çəkməliyik ki, nə olurlar olsunlar. Yox, o yerə qədər sən təbliğatı eləməlisən ki, daha gördün ki, sənin bu təbliğatın heç bir təsiri olmur. O belə deyə bizim dilimizdə deyə kör tutduğun buraxmır. Orada sən deməlisən ki, ləkum dinukum vəliyə din. Sizin öz dininiz özünüzə onsuz da mən dediklərimi qəbul eləmirsiniz. Cahillə danışmaq doğrudan ağır məsələdir, çətin məsələdir. Sizin dininiz özünüzə, mənim də dinim özümədir. Doğrudan həqiqətən bu məsələlər istər o zamanda olsun, istər hal-hazırdakı zamanda olsun, acınacaqlı məsələlərdəndir, adamı narahat edən məsələlərdəndir ki, adi bir insan gələ imama deyə mən səni istəyirəm, nəsihət eləyəm. İmamı tanımaq məsələsinin də zəifçiliyindən. İmamı tanımaq, bəli, imamı tanımaq məsələsində zəiflikdəndir ki, doğrudan bunlar Peyğəmbərdən öyrənmişdilər Quranı. Bunlar bu hər hansısa bir ayənin mənasını, ayənin belə deyək, təfsirin Peyğəmbərdən öyrənmişdilər. Bunlar doğrudan o dövrdə də olsa, çox belə deyək, indiki dövrdə də olsa acınacaqlı məsələlərdəndir ki, doğrudan imama qarşı belə bir hərəkət eləmək. Bir ayə istərdim mən oxuyam. Deyir ki, İmam Hüseyn əleyhissalam bir gün evində idi, bir mövlud idi. Onun evində olan kənizlərdən biri mövlud münasibəti ilə İmam Hüseyn əleyhissalama gətirir, gül hədiyyə verir. Deyir, İmam Hüseyn əleyhissalam nə qədər sevinir. Sevinir və deyir ki, səni Allah yolunda azad elədi. İmam Hüseyn əleyhissalama deyirlər ki, bir gülə görə istəyirsən azad eləyəsən. İmam Hüseyn əleyhissalam bu ayəni oxuyur. Və İzə həyyiytum bi təhiyyətin fəhəyyu bi əhsənim minha əv rudduha. Buyurur ki, İmam Hüseyn əleyhissalam, əgər sizə biri bir hədiyyə verdi, siz ondan da gözəlin. Artığın neyiniyin? Onun əvəzində qaytarın və belə deyək, o insana hədiyyə edin. Bu insan ki, bir gül mənə hədiyyə edib, buna ən gözəli, bunun belə də azadlığın buna qaytarmaqdır. Doğrudan İmam Hüseyn əleyhissalam şərikəl Qur'andır. Bütün sahələrdə bunlar Qur'anı icra eləmək istəyiblər. İndi görgünən biz əgər bir xidmət eləmiş olsuq, İmam Hüseyn əleyhissalamın bu yoluna, İmam Hüseyn əleyhissalamın lütfüne, inayətinə nə qədər nail olmuş olarıq. Bəli, bir ömür Əllamə Təbatəbai ağa bir dəfə bir şeir eşitmişdi. Bəli, o şeirin əvəzində Əllamə Təbatəbai ağa demişdi, hazıram əl mizanımı verəm o şeirin əvəzində. Demişlər, o bir şairdir, onun başqa şeirləri də var. Bir şairdir, başqa şeirləri də var. Demişdi, ola bilməz İmam Hüseyn əleyhissalam bunun bu xidmətin əvəzsiz qoysun. Bunun bu xidməti əvəzsiz qala bilməz. Ümidvarıq ki, inşallah bizim də xidmətlərimizi Allah əvəzin verər və ümidvarıq ki, əziz izləyicilərimiz də Əhl-i Beytin bu inayətindən məhrum qalmazlar inşallah. İstərdim inşallah siz bir Əhl-i Beytə bir öz diqqətinizi bildirmək üçün nəsə inşallah ehsan eləyəsiniz, biz də dinləyək. Təşəkkür edirəm, mən də inşallah niyyət edirəm İmam Hüseyn ağanın nəzərindən bir an olsun belə düşməyə inşallah. Sallallahu aleykə ya Əba Abdillah. Esselamu aleyke ya Əba Abdillah. Esselamu aləl Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Salam ola o çıxır yerdə xəstə can ağama.
Salam ola bədəni oxlara nişan ağama. Salam ola o çuxur yerdə xəstə can ağama. Salam ola bədəni oxlara nişan ağama. Salam ola beşiğin Cəbrəil tərpədənə. Həsirdə bükülüb cismi dəfn olan ağama. Salam Şimrin əlində qalan yaralı başa. O halda xeymələrə naciran baxan ağama. Salam qətlicahə xeymədən oruc gedənə. Salam ola orucun axşam açmayan ağama. Salam ola ağamın qorxuşan balalarına. Gecə xeymə dalında tikan yolan ağama. Ravi deyir mən gördüm gecə yarı xeymənin arxasında. Kimsə əyilir qalxır. Er yaxınlaşdım gördüm İmam Hüseyin ağadır. Deyir mən sual elədim İmam Hüseyin ağadan. Niyə belə eləyirsən ağacan? İmam Hüseyin ağa buyurdu. Sabah Aşura günündə balalar mat qabağında qaçarlar. Mən bu tikanları yoluram, balalarımın ayağına batmasın. Rüqəyyəmin ayağına batmasın, Səkinəmin ayağına batmasın. Salam ola ağamın qorxuşan balalarına. Salam ola gecə xeymə dalında tikan yolan ağama. Salam ola yol üstündə əyləşən balıya. Xiyam-ı təll arasında o ağlayan balaya. Xiyam-ı təll üstdə o ağlayan balaya. Ömrümün sürəti ilə keçdi müfəssəl gecəsi. Ah ömrümün sürəti ilə keçdi müfəssəl gecəsi. Heyf ola olmadı itaətlə mücəlləl gecəsi. Heyf ola olmadı itaətlə mücəlləl gecəsi. Səni andı verrəm Əkbər canına ya Mevla. Məni tək qoyma qəbrimin əvvəl gecəsində. Səni and verrəm Əkbər canına ya Mevla. Məni tək qoyma qəbrimin əvvəl gecəsində. Allah razı olsun. İnşallah qəbrimizin əvvəl gecəsində Əhl-i Beyt əleyhimussalam İmam Hüseyin ağa inşallah başımızın üstündə olsun. Allah sizdən razı olsun. Allah qəbul etsin. Təşəkkür edirəm, var olun. Allah qəbul eləsin inşallah. Amin inşallah. Quran hər nə qədər bizlər üçün önəmlidirsə,
bizlər üçün hər nə qədər Qur'anın təbliğatı öndədirsə, Əhl-i Beytin də təbliğatı hökmən onu ilə yanaşı olmalıdır. O bizim qonağımız vardı, onun sözü mən yenə istəyirəm xatırladam. O deyərdi, Əhl-i Beytsiz Qur'an, Qur'ansız Əhl-i Beyt təsəvvür eləmək düz olmaz. Allah inşallah bu xidmətləri ali dərəcədə hər birimizdən qəbul eyləsin. Ümidvarıq, əziz izləyicilər, maraqlı mövzularla, maraqlı nöqtələrlə, maraqlı əhəmiyyətli mövzularla siz əzizlərin xidmətində ola bildik. Allah hamımızdan qəbul eyləsin. Allah amanında gələn verilişlərə dək. Sağ olun. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا